Saçlı dəridə rast gəldiyimiz xroniki dəri xəstəliklərindən biri də saçlı dərinin psoriazı. El dilində buna pulcuqlu dəmrov və ya pullu dəmrov, bəzi hallarda sədəf xəstəliyi və s. kimi ad verilir. Xəstəlik dediyimiz kimi xroniki bir xəstəlikdir. Saç dərisində təkcə lokalizasiya olarsa, qalın, bozuntul, gümüşü ağ rəngdə, dəri səthindən çox çətinliklə qopa bilən, hətta yuduqda belə saç dərisindən demək olar ki, təmizlənmək ehtimalı minimum olan, çox çətinliklə qopduqdan sonra dəri səthində qızartılı, ödemli bir mənzərə ilə rastlaşdığımız bir durumdur. Psoriaz xəstəliyinin səbəbi tam bəlli olmasa da, müasir günümüzdə bir çox müalicə üsulları vardır. Təbii ki, bu müalicə üsullarının da əksəriyyəti dərman preparatları vasitəsilə icra olunur. Belə durumlarda mütləq qaydada dermatoloqa, yəni bu sahənin birbaşa məşğul olan mütəxəssisə müraciət etmək lazımdır. Aparılan həm kliniki araşdırmadan, həm fiziki müayinədən sonra xəstəyə düzgün diaqnoz qoyular və xəstəliyin ən azından remisiya əldə olunmasına nail olmaq mümkün olur.